Değerli izleyiciler, hamınızı salamlayırıq, kanalımıza hoş gəlmisiniz. Qış hazırlığıdır. Bugün sizinle iki resep paylaşacağıq. Hem tomatın hazırlanmasını, hem de asan üsulla lechonun hazırlanmasını. Keçən sizinle tomatın hazırlanmasını paylaşmışam. İzzah dolğundur, ancaq görüntü bir qədər zəifdir. Bugün bir sual geldi ki, ölçüler nə qədərdir? Ona görə də mənə elə gəlir ki, bu görüntünün zəif olmasından irəli gəlir. Bugün hazırlayırdım, fürsət düşdü. Həmişə də çəkilişə fürsət düşmür. Dedim, qoyub tomatın da hazırlanmasını bir daha göstərim. Keçən il Balqar leçosunun da hazırlanmasını sizinlə paylaşmışam. Orada mən leçoya əsl qaydasında, yəni Balqar leçosu necə olur? Həm içərisində kökü var, pomidordan, iki növ biberdən əlavə. Həm də kök və soğanı var içərisində. Bugünləri isə daha asan üsul var. Soğansız və köksüz. Sadəcə pomidor və biberlərdən istifadə etməklə hazırlayacağam. Keçən paylaşdığım tomatın hazırlanması və Balqar leçosunun hazırlanması videolarını, linklərini bu videonun alt hissəsində, açıqlama hissəsində bir daha paylaşacağım. Onlara baxmağınızı tövsiyə edirəm. Çünki izzah görüntü zəif olsa da izzah çox dolğundur. Hazırlamaq istəyənlər üçün ideal, yaxşı videolar. Hazırlamağa başlamamışdan qabaq tərəvəzlərimizi axar suyun altında yaxşı yuyuruq. Pomidorları təmiz yuyandan sonra üzərini baxın bu qaydada çərtirik. Pomidorların bir qədərini çərtib leğenin içərisinə gördüyünüz kimi yığırıq. X formasında çərtirik. Pomidorların bir qədərini çərtib yığandan sonra bu qazanda su qaynatmışam. Qaynar su pomidorların üzərini tökürəm ki, qabıqlarını rahat soya bilin. Pomidorlar qaynar suyun içərisində 1-2 dəqiqə qalandan sonra üst qabıqlar lətli hissəsindən rahatlıqla ayrılır. Bir götürüb soyuruq. Görürsünüz, rahatlıqla soyulur. Soyandan sonra bir qazanın içərisinə doğrayıb tökürük. Mən bu qayda ilə pomidorların digər hissəsində üzərinə isti su aldım, qaynar su. Bir qədər gözlədirəm, qabıqlarını rahat soyuram. Onu da sizə deyim ki, mən keçən dünənləri pomidor almışdım. Elə bugün də həmin yerdən aldım. Dünən bəyəndim, xoşuma gəldi pomidorlar. Bugün də həmin yerdən aldım. Ancaq bugün görürsünüz hansı pomidorun üzərindən qəşəng görsənir, qırmızıdır, gözəldir, amma içərisini açıram. Ah, yetişməyib, belə bir kaldır. Bu məni məyus elədi. Çünki hazırlığın, qış hazırlığının həm dadı, həm keyfiyyətli alınması tərəvəzdən də çox asılıdır. Bunu kim belə eləyibsə, elə bir üzəri neyniyiblər buna, üzəri qızarıb, amma içərisi kaldır. Yəqin çox qazanmaq istəyirlər, amma halal haramlığı nəzərə almırlar. Bu qaydada təmizləyirik, yığırıq. İndi görək bunlar necə olacaq. Bunu sizə dedim ki, biləsiniz, yəni alanda düz üzəri gözəl görünə bilər. İçərisini kəstirin, baxın. Bir neçəsini kəstirin. Çünki belə bir halla rastlaşmamaq üçün. Bunu belə eləyin. Baxın, bu qaydada bütün pomidorları təmizlədik, qabığını doğradıq, qazanın içərisinə tökdük, qazan qapağını bağlayırıq, ocağın üzərinə aparırıq. Dediyim kimi qazanı ocağın üzərinə qoydum. Baxın, dibində suyu var. Özü təmizlədikcə suyu yığılır. Qazan qapağını bağlayırıq, qazı da orta açırıq. Yavaş-yavaş pomidorlar yumuşalacaq, suyu da artacaq. Pomidoru ocağın üzərinə qoydum. O olana qədər biz biberləri təmizləyirik.
tumlarını təmizləyib. Burada bu ölçüdə doğrayırıq. Bu qaydada biz qırmızı və yaşıl biberdən hamısını təmizləyirik. Mən 5 kilo pomidor almışam. Onun bir hissəsini tomat eləyəcəm, qalanını leço hazırlayacağım. Burada biberim də 2 kiloya yaxındır. Gördüğünüz gibi artık pomidorlar bir qədər su salıb, suya artıb. Bizə indi o lazımdır ki, pomidorlar suyun içərisində pişsin, yumşalsın. Artık pomidorumuz hazırdır, yumşalıb. Mən də onu ocağı söndürürəm, qazanı götürürəm. Biz indi onun içərisinə blender salıb, onu xırdalayırıq. Püre halında gətirir. Su kimi oldu. İçərisində heç bir bərk hissəsi qalmadı. Bu arada mən biberləri də hamısını doğradım, bir kənara qoymuşam. Blenderı çıxarıram, artıq hazır olduğuna görə. İndi onu xırda-xırda süzgəcin içərisinə tökürəm, tumlarından ayırıram. Bakın gördüğünüz gibi belə eləyəndə daha rahat olur. Onu süzgəcdən keçirmək. Keçir və tumları qalır. Tumlarını yığıb bir kənara qoyuruq və qalan hissəsini də bu qaydada hamısını keçiririk. Artıq mən bütün pomidor püresini süzgəcdən keçirdim. Bakın gördüğünüz gibi tumlarını da bir kənara ayırdım. İndi bundan bir qədərini götürürəm, tomat hazırlayacağım. Yapışmayan bir qazanın içərisinə tökürəm. Bakın bir bu qədər götürürəm. Qalanından çox hazırlayacağım. Yerdən qaytarıb pişirdiyim, pomidor pişirdiyim qazanın içərisinə və hər ikisini həm leço üçün götürdüyümü, həm də tomat hazırlamaq üçün götürdüyüm pomidoru ocağın üzərinə qoyuram və tomat üçün götürdüyüm kifayət qədər tomat qatılığına gəlməlidir. O dərəcədə suyunu alıram, qatılaşdırıram. Digər isə leço hazırlamaq üçün götürdüyümsə gözləyirəm ki, qaynara düşsün. Qaynara düşəndən sonra biberləri içərisinə əlavə edəcəm. Görürsünüz ki, yavaş-yavaş qaynamağa başlayır. Və biz içərisinə biberləri əlavə edirik. Biberləri əlavə edəndən sonra taxta qaşıqla mən onu qarışdırıram və ağzını bağlayıram. Amma nəzarət altında saxlamalısınız. Qazı da orta açıram.
Nəzarət edirik ki, biberlərin hər tərəfi eyni dərəcədə pişsin. Yəni gedib gəlib onu çevirmək lazımdır, alt-üst etmək lazımdır. Hər tərəfləri bərabər pişməlidir. Bir tərəfi pişib, bir tərəfi pişməməzlik etməsin. Bunun üçün nəzarət altında saxlayın. Mən burada tomatı da qatılaşdırmalıyam. Mən dediyim kimi dünən hazırlamışdım. Leço da hazırladım. Yəni bu indi hazırladığım kimi leço da hazırladım. Tomat da hazırladım. Leçonu bağladım. Tomat isə hələ kifayət qədər qatılaşmadığına görə bu günə qaldı. Mən hələ tomatı bağlamamışam. Bunu indi qarışdırırıq. Üzərinə köpükləri çıxacaq. Biz o köpükləri yığıb atırıq. Bir qədər hələ suyu var tərkibində. Bir qədər keçəndən sonra qatılaşdıqca bunun suyu çəkilir və pıqqıldamağa başlayır. Ətrafı bulayır, həm də dibinə daha tez yapışır bu vaxt. Ona görə taxta qaşıqla, əgər vaxtınız varsa, bir qədər tez olmağını istəyirsiniz, başınız üzərində dayanıb daima hazır olana qədər, suyu çəkilənə qədər taxta qaşıqla qarışdırın. Düzdür, məşəqqətli olsa da sonradan bu dadlı olur. Sizə çəkdiyiniz əziyyəti unutturacaq. Qatılaşır, sonra bankalara yığırıq, bankaları sterilizə edib, bankalara yığıb qışa saxlayırıq. Ağzı möhkəm bağlanmalıdır ki, yaxşı qalsın. Baxın, görürsünüz, üzərinə köpükləri yığılır. Köpüklərini yığıb atıram. Hələ pıqqıldamır, yavaş-yavaş qaynayır. Çünki hələ tərkibində suyu var. Leçonun da üzərində köpükləri yığırıq. Və tez-tez qarışdırırıq. Ağzını bağlayıram, pişməyə davam edir. Mən indi onun köpüyünü yığandan sonra şəkər tozunu və duzu əlavə edirəm. Birinci duzu edirəm. Baxın, duz bu qədər. Mənim burada litr yarım ümumi pomidor şirəmi var. Hələ şirə formasındadır. Buna gördüyünüz qədər qaşığın 1/3 qədər təxminən duz əlavə elədim və qənd əlavə edirəm. Özünüz gördünüz ki, mənim pomidorum yaxşı deyildi. Mən 4 bunu dadlandırmaq üçün eləyirəm. Bunlar nə duz, nə şəkər bunun qalmasına, yaxşı alınmasına. Əgər pomidorunuz dadlıdırsa dadına baxın. Heç bəlkə ehtiyac yoxdur. Bir qədər duz əlavə etsəniz bəsdir. Mən onu dadlandırmaq üçün əlavə edirəm. Əlavə elədim. İndi leço üçün də mən eyni qaydada əlavə edəcəyəm. Bu qədər leçoya mən leçonun özündə də içərisində biberlər ona şirinlik verir. Onu 4 diş. Bu tomatdan bir qədər çoxdur. Təxminən bir 3 litr yarım olar. Ona da baxın yarım çay qaşığı duz əlavə edirəm. Yəni bunlar yenə də zövqə bağlıdır. Siz özünüz dadına baxın, ona görə əlavə edin. Həm şəkər tozunu, həm də duzu. Qarışdırıram. Bu həm sizin tərəvəzlərinizdən asılıdır, necədir, ondan asılıdır. Mən də qapağını bağlayıram və pişməyə davam edirəm. Mən leçonu o dərəcədə bişirirəm ki, içərisində biberlər pişsin, ancaq tamlığını itirməsin. Yəni qabıqları ayrılmasın. Kifayət qədər pişsin, lazım olan qədər. Bir daha təkrarlayıram. Gedib gəlib bunu çevirmək lazımdır ki, biberlərin hər tərəfi bərabər pişsin. Tomat da burada yavaş-yavaş pişir. Yenə də köpüyü çıxdıqca yığıb atıram. Hələ ki pıqqıldan. Bunlar hazır olana qədər biz bankaları sterilizə edib, buxarda sterilizə edib hazırlayırıq.
Mən 10 dəqiqə leçonu ağzı bağlı vəziyyətdə qaynatdım. Gördüyünüz kimi özdə bir qədər suyu da qatılaşıb bir qədər. Yumşalıb, bir qədər balacalaşıb. Gördüyünüz kimi yumşalıb biberlər. Amma hələ bişməyib. Tam kifayət qədər bişməyib. Baxın, bu formada qaynayır, yavaş-yavaş. Çox bək qaynamır. Tomat da burada yavaş-yavaş pişir. Gördüyünüz kimi bax, hardan idi. Yavaş-yavaş bir qədər suyu çəkilib. Səhhətini siz görürsünüz onun. Suyu çəkilib bir qədər azalır. Amma hələ qıldamır. Mən arada bir onu nəzarət altında saxlayıram. Taxta qaşıqla qurdalayıram, qarışdırıram. Mən indi leçonu ağzı açıq vəziyyətdə bişirməyə davam edirəm. Mən indi onu sizə deyim, nə dərəcədə bişirəcəksiniz. Barmağınızla onu bu formada yoxlayın. Əlinizlə onu biləcəksiniz. Çox açılıb, qabığından ayrılmasın. Görüntüsü də yaxşı olsun. Artıq yumşalana qədər bu qaydada bişiririk. Artıq leçonumuz hazırdır, kifayət qədər bişdi. 30-35 dəqiqəyə bişir. Bu dərəcədə qaynayır, yəni çox bək qaynamasın. Biz onu götürürük. Leço qazanını ocağın üzərindən götürəndən sonra onun yerinə bir qazanın içərisinə su doldurub qaynamağa qoyuruq ki, sonra leçonu bankalara doldurandan sonra bunu suyun içərisində sterilizə edəcəyik. Və leçonu sterilizə etdiyimiz bankalara doldururuq. Bankaları bir 10-15 dəqiqə müddətinə buxarda sterilizə etmişəm. Bir bankaları doldurub yığıram. Görürsünüz, biberlər kifayət qədər pişir. Bəzən elə olur ki, çox pişəndə bu qabıqları ayrılır ətli hissəsindən. Onda da yaxşı olmur. Siz bunu salat kimi süfrəyə də verə bilərsiniz. Yeməklərdə də istifadə edə bilərsiniz. Qışda sizə ləzzət edəcək. Ben bankaları doldurdum. Biraz artık kaldı. Onu yemek için bir kenara koyuram. Ve her bankaya üzerinden bir qədər günəbaxan yağ tökürəm. Bir xörək qaşığı. Ve qapaqları da sterilizə etmişəm. Qaynar suyun içərisində və qazanın içərisinə bir parça salırıq ki, bankalar tərpənməsin içərisində və bankaları götürüb suyun içərisinə qoyuruq. Amma bunu ehtiyatla qoyun ki, bankalar çatlamasın. Yavaş-yavaş
qaydada bütün bankaları qazanın içərisinə yerləşdirdim. Və bu qaydada qalır, sterilize olur. 15-20 dəqiqə müddətinə bankaları suyun içərisində sterilize edirik. Tomat da burada qaynayır. Yarım saatdan çoxdur ki qaynayır, amma hələ ki qıldamır. Baxın. Bu dərəcədə qaynayır. Mən indi bu gec olar. Mən bunu hazır edəcəyəm, davam edəcəyəm. Amma indi sizə daha tez göstərmək üçün dünən hazırladım, amma hələ kifayət qədər qatılaşmadığı üçün bugünə qalan. Baxın, bu mənim keçən dünən hazırladığımdır. Amma hələ kifayət qədər qatılaşmıyor. Baxın, bu qatılıqdadır, amma hələ ki kifayət qədər deyil. Mən bunu bir qədər də qatılaşdıracağım, amma başının üstündə dayanıram. Çünki bu qatıdır, ətrafı buluyur, qıldayıb ətrafı buluyur. Ona görə durmadan taxta qaşıqla qarşıda bunu bir qədər də qatılaşdırıram. Bankaların sterilize olana qədər bunu da qatılaşdırıram. Baxın, görürsünüz, tomat artıq hazırdır. Görürsünüz ki, tərkibində su qalmır. Baxın, qaşıqla çevrəni görürsünüz. Kifayət qədər qatılaşır. Bu birisi bugün hazırladığım hələ tam hazır deyil. O da yavaş-yavaş qaynayır. Suyu çəkilsin. Sterilize olmağa qoyduğum bankalarda sterilize olublar, hazırdır. Mən də onları götürüb bağlayacağım. Bankaları götürürəm. Və ağzını möhkəm bağlayıram. Bir daha təkrarlayıram. Fikir verin ki, qapaq yaxşı olsun. Qulağınıza tutun, tərs çevirin və qulağınıza tutun. Əgər fısıltı səsi eşidilmirsə, deməli yaxşı bağlanır. Əgər eşidilirsə, açıb yenidən bağlayın. Qapağını bağlayandan sonra tərs çevirirəm, qoyuram. Bu qaydada soyuyur. Soyandan sonra sərin yerdə saxlayıram. Evet, dəmir qapaqla bağlanan bankaları da qapaq bağlayan maşınla bağlayıram. Əmin oluram ki, yaxşı bağlanır. Və onu da tərs çevirib qoyuram. Bu qaydada bütün bankaları bağlayıb, tərs çevirib qoyuram. Baxın, artıq mən bütün bankaların ağzını bağladım, tərs çevirdim. Mən indi sizə dünən hazırladıqlarımı göstərmək istəyirəm. Bunlar artıq mən onları çevirmişəm. Soyub tam düzəldib, indi mən bunu həyət dolabına yerləşdirəcəyəm. Və indi gedək tomatları da bağlayaq. Tomat üçün də mən xırda bankaları da hazırlayıram. Yəni çox qalmasın, açılandan sonra istifadə olunsun, qurtarsın. Mən bankaları sterilize etmişəm, yığmışam qapaqlı, həm qapaqlarını, həm bankaları. Mən baxın, bankaları doldurdum. 4 dənə 250 qramlıq banka ilə alındı. İndi onun qapaqlarını götürürəm. Hərəsinə bir çay qaşığı günə baxan yağ tökürəm üzərinə. Və qapağını yenidən bağlayıram. Və hamısına o qaydada bir çay qaşığı günə baxan yağ tökürəm. 5 dəqiqə suyun içərisində sterilize olur. 5-10 dəqiqə. Çünki bankalar balacadır. Artıq hazırdır. Bir-bir çıxarırıq. Qapaqlarını möhkəm bağlayırıq. Və bunları da tərs çeviririk. Soyana qədər qalır və sonra düzəldib dolaba yerləşdiririk. Bu qədər. Bu da bizim hazırladığımız asan üsulla leço və tomat idi. Çox dadlı olur. Biz bunu hər il hazırlayırıq, çox bəyənirik, sizə də tövsiyə edirik. Mən onu nimçələrə də qablara töküb göstərmək üçün qoymuşam. Çox dadlıdır. Əgər bizim hazırladığımız leço və tomatı bəyəndinizsə, bu videonu like etməyi də unutmayın. Siz də hazırlayın, tədarükünüzü görün, nuş olsun.